verdiyiniz üçün sizə təşəkkür bildirirəm. Mən Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsi, dövlətin ailə siyasətini həyata keçirən bir qurumun nümayəndəsi olaraq və həm də ki, bugünkü bizim belə görüşümüz 15 may Beynəlxalq Ailə Günü ərəfəsində keçirilir. Hamını həmən Beynəlxalq Ailə Günü ilə ailələrini təbrik eləmək istəyirəm. Onların xoşbəxt ailə saadəti arzu edirəm hamısına. Əsas da can sağlığı, sağlam ailələrimizin daha da sağlamlığın qorunmasında, güclü, sağlam olmasını arzu edirəm onlara. Və ona görə mən öz çıxışımı daha çox istəyərdim ki, dövlətin ailə siyasətinə fokuslanım bugün. Və müstəqil Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Və müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətə bariz ifadəsidir. Cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Hər bir insanın vətəndaş kimi formalaşması məhz ailədən başlayır. Ulu Öndər demişdir, ailə xüsusi mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə hörmət və ehtiram lazımdır. Ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslə aşılanması, gənclərin böyük nəslə, yaşlılara hörmət və ehtiram hissi ilə tərbiyə olunması, nəsillər arası münasibətlərin ənənəvi dəyərlər əsasında formalaşmasına xüsusi önəm verilir. Vətəninə, xalqına sevgi, yaşlı nəslə hörmət hissini daim aşılayan Azərbaycan ailəsi hər zaman nümunəvi sayılmış və işğal altında olmuş ərazilərin azad edilməsində qəhrəmanlıq göstərən nəslin böyüməsində ailənin əhəmiyyətinin rolu var idi. Ümumilli lider Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmişdi və həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl məqsədyönlü fəaliyyət göstərmişdi. Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət ailə siyasəti bugün cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin ailələrin rifahının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar təsdiq etdiyi dövlət proqramları dövlətin bu sahəyə olan diqqət və qayğısını əks etdirir. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında 44 gün davam edən vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır. Böyük qayıdışa dair dövlət proqramı çərçivəsində keçmiş köçkün ailələr öz dədə-baba torpaqlarına qayıdır. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsi yönündə həyata keçirilən sosial siyasət ölkə başçısı tərəfindən imzalanan sərəncamlar dövlət başçısının xüsusi qayğısının təzahürüdür. Azərbaycanın birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında milli mənəvi və ailə dəyərlərinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, qazi və şəhid ailələrin problemlərinin həlli, uşaq hüquqlarının müdafiəsi, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası məqsədi ilə mütəmadi olaraq böyük layihələr həyata keçirilir. Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, dövlətin ailə siyasətini həyata keçirən dövlət qurumu olaraq milli mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslə aşılanması, gənclər arasında ailə dəyərlərinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, gənclərin ailə qorumağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması istiqamətində mütəmadi layihələr həyata keçirilir, tədbirlər təşkil olunur. Nümunəvi ailə modellərinin tanıdılması və belə ailələrdəki münasibətlərin uzunömürlülüyün sirri övlad yetişdirmədə tərbiyə metodlarının cəmiyyət üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsinə təsir göstərən ailə daxili birliyin təbliğ edilməsi istiqamətində həyata keçirilən layihələrdən biri Ailələrimizi Tanıyaq layihəsidir. Layihə çərçivəsində 60 ildən çox birgə ömür sürmüş Azərbaycanın bütün regionlarından olan ailələr barədə məlumatlar komitənin saytında sosial şəbəkə səhifələrində yayımlanır. Ailənin psixoloji iqliminə, yeniyetmə gənclərin ailədə şəxsiyyət kimi formalaşmasına təsir edən
amillərin müzakirəsi ilə bağlı valideynlər üçün mütəmadi olaraq görüşlər təşkil edilir. Amma bununla belə, bütün dünyada olduğu kimi, əlbəttə ki, Azərbaycanda da ailə institutunun ciddi təsirə məruz qalması bir çox ailələrdə ciddi problemlərin yaranmasına gətirib çıxardır. Cəmiyyətin təməli olan ailənin qorunması istiqamətində institusional, sosial-iqtisadi tədbirlərin görülməsinə baxmayaraq, milli mənəvi dəyərlərə əsaslanan ailə institutu son zamanlar möhkəmləyinə təsir edən amillərlə qarşılaşmışdır və cəmiyyətimizin inkişafına mane olan, bizim qarşımızda qoyulan məqsədlərə zidd olan patriarxal stereotiplərlə qarşılaşırıq hələ də. Belə stereotiplərdən bir neçəsini xüsusi qeyd etmək istəyərdim. Onlardan biri erkən evlilik və qohum hesab edilən şəxslər arasında evliliklərdir. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq cəmiyyətimizi narahat edən ailə məsələlərinin həlli istiqamətində işlər aparılır. Müxtəlif qanun layihələri hazırlanır və qəbul olunur. Qanunvericiliklə bağlı sənədlər dəyişikliklər edilir. Bu istiqamətdə 2011-ci ildə bildiyiniz kimi Ailə Məcəlləsində dəyişiklik edilmişdi. Nigah yaşının dəyişdirilməsi ilə bağlı qızlara, oğlanlara nigah yaşı 17 bərabərləşdirilərək 18 yaş kimi müəyyən edilmişdi. Cinayət Məcəlləsinə qadını nigaha məcbur etməklə bağlı maddə əlavələr edilmişdi maddəsində. Bu istiqamətdə görülən işlərin davamı olaraq 2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə gənclər arasında ailənin nigahının əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi məqsədi ilə erkən nigah qohumlar arasında nigahın mənfi nəticələrinə dair maarifləndirmə qaydası təsdiq edilmişdi. Yəni, bütün bu görülən işlərin nəticəsi kimi erkən evlilikləri sayı son 15 ildə 5-6 dəfə azalıb. Amma buna baxmayaraq, uşaq evlilikləri problemi hələ də qalmaqda idi və belə halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olurdu. Erkən evliliklərin mənfi nəticələrini nəzərə alaraq 2024-cü ildə yenə də qanunvericilikdə bir sıra dəyişikliklər edilmişdi və qanuna əsasən Ailə Məcəlləsində nigah yaşının bir il azaldılması ilə bağlı istisna hallar ləğv edilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 16 yaşına çatmayan şəxsin erkən evliliyin təşkilinə görə, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 16 yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa görə yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbin kəsmə mərasimlərinin keçirilməsinə görə cəza tədbirlərinin görülməsi ilə bağlı dəyişikliklər edilir. Cəmiyyətimizi narahat edən digər bir ailə məsələlərindən bağlı bir amil qohum evlilikləridir. Belə evliliklərin baş verməsi də bir çox hallarda sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olurdu. Və bu baxımdan 2024-cü ildə Ailə Məcəlləsində qohum nigahlarıyla bağlı da dəyişikliklər edilib. Ölkədə qohum evliliklərinin ölkənin gələcək nəsillərinə və genofonuna ciddi təsir edə biləcəyi nəzərə alaraq, Ailə Məcəlləsində qardaşların və ya bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi, dayı və qardaş bacı qızı, həmçinin bibi xala və qardaş bacı oğlu arasında nigahların bağlanmasına, qadağa qoyulmasına dair dəyişikliklər edilir. Son illər ərzində Respublikada nigah və boşanma hallarının nisbətində də ciddi dəyişikliklər baş vermişdir. Dövlət ailə siyasətinin prioritetlərinə nail olunması məqsədi ilə ailə münasibətlərinin zəiflənməsinə... Çox dəyərli Kamila xanım, bir dəqiqəmiz qaldı. Nigahların azalmasına, boşanmaların artmasına təsir edən obyektiv, subyektiv səbəblərin təhlili və bu sahədə artan mənfi tendensiyanın qarşısının alınması istiqamətində tədbirlərin görülməsinə dair təkliflər hazırlanmışdı. Dövlət Komitəsinin təşəbbüsü ilə mütəmadi olaraq araşdırmalar aparılır və hesabatlar hazırlanır. Hörmətli tədbir iştirakçıları, bugün qlobal informasiya və sosial şəbəkə texnologiyalarından sui-istifadə edərək ölkəmizdə yeni alternativ ailə formalarını təşviq etmək, Azərbaycan ailəsinin ailə dəyərlərinin mənəvi ideoloji əsaslarının zəiflənməsi üçün məhz ideoloji informasiya mübarizəsi aparılır. Məhz bu baxımdan cənab Prezident İlham Əliyev öz çıxışında demişdir. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi bu vəzifəsi bizim hamımızın qarşısında durur
hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Cənab Prezidentin sözlərinə görə bütün cəmiyyət burada həmrəy olmalıdır və biz də bu həmrəyliyi görürük. Təşəkkür edirəm diqqətinizə görə.